Qarabağ Ayntraxla oyuna hazırlığı daha da gücləndirir. Yoldaşlıq oyunlarının sayı artdı. Bir neçə gün bundan qabaq Neftçi üzərində 5-0 qələbədən sonra Qurban Qurbanov qərara gəldi ki, ayın 16-sı bir yox, 2 oyun keçirsin. Əvvəl Xorvatiyanın Osijek klubu ilə oynasınlar, sonra Polşanın Zagłębie komandası ilə. Ondan sonra Qarabağ Bakıya gələcək və ayın 21-də Bakıda keçiriləcək Ayntraxla oyuna hazırlaşacaq. UEFA bu oyun qabağı komandaların statistikasını elan edib və xatırladıb ki, Qarabağ son 10 oyunda Alman klubları ilə heç də yaxşı oynamır. 2 heç-heçə, 8 məğlubiyyət. Amma bu ancaq rəqəmlərdir. Rəqəmləri isə necə deyərlər, dəyişmək olar. Bununla da yanaşı Qarabağ transfer işlərinə çox ciddi qüvvə verir və hələ ki bizdə olan məlumata görə 2 futbolçu ilə danışıqlar gedir. Bu Andre Klovisdir və Sabir Buğren. Onlardan hansı qısa müddətdə Qarabağa keçəcək hələ elan olunmuyor. Gözləyək.